Uşaqlar niyə riyaziyyatı sevmir? Problem haradadır və həlli yolu nədir? Əziz valideynlər və müəllimlər, gəlin açıq danışaq. Uşaqlarımız riyaziyyatı niyə sevmir? Niyə məktəblərdə çətinlik çəkilən fən dedikdə hamımızın ağlına məhz riyaziyyat fənni gəlir? Bir çox hallarda məsələ uşağın zəifliyində deyil, problem 3 əsas yerdədir. Əzbərçi və prosedur yönümlü tədris. Uşaq nə etdiyini bilmir, sadəcə əməliyyatı icra edir. Riyaziyyatın gündəlik həyatdan qopması. Uşaq öz-özünə soruşur, bunu harada istifadə edəcəyəm? Ailə və cəmiyyətin yüklədiyi zəka testi təzyiqi. Riyaziyyat bir anda uşağın özünü dəyərləndirmə meyarına çevrilir. İlk siniflərdə problem olmur, amma qiymət, vaxt limiti və sınaq imtahanları başlayanda uşaqlar hiss edir ki, bu fən xəta qəbul etməyən bir sahə kimi onlara təqdim olunur və tədricən riyaziyyat bir fən yox, qorxuya çevrilir. Müəllim uşağın riyaziyyata münasibətində həlledici rol oynayır. Uşağa düşünmək şansı verilmirsə, niyə edildiyi izah olunmursa, fərqli cavab yolları dəyər görmürsə, belə olan halda uşaq riyaziyyatı bir doğru cavabın hökmranlığı kimi qəbul edir. Həll əzbəri artırmaq deyil, həll riyaziyyatı düşüncə dili kimi göstərməkdir. Gündəlik həyatla əlaqə qurmaq, oyunlaşdırmaq, uşağın sual verməsinə şərait yaratmaq, tək həll yolunun olmadığını göstərmək və ən əsası riyaziyyatı zəka testi kimi təqdim etməmək. Uşaq riyaziyyatı sevmir, çünki onu hiss etmir. Biz riyaziyyatı əməliyyatlar yığını kimi yox, düşünmə aləti kimi təqdim etsək, qorxu yox, maraq yaradar. Uşağın riyaziyyatdan qorxması genlərdən yox, mühitdən gəlir. Mühiti dəyişsək, nəticə də dəyişər.